Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübə və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və rəsmi tərəfdaş Florence Healthcare International qrupun birgə təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orqan donorluğu və transplantasiyası üzrə koordinasiya mərkəzinin və təbrin dəstəyi ilə Sumqayıt şəhər Heydər Əliyev mərkəzində regionda ilk meyitdən orqan nəqli uğurlu təcrübədən gələcəyə doğru mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Tədbir iştirakçıları öncə Sumqayıt şəhərində yerləşən Heydər Əliyev mərkəzinin binasının qarşısındakı ümumilli liderin abidəsi önünə gül dəstələri düzüb ehtiramlarını bildiriblər. Heydər Əliyev mərkəzində təşkil olunan konfransda Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, səhiyyə işçiləri, media və ictimaiyyət təmsilçiləri, orqan transplantasiyası olunan xəstələr iştirak ediblər. Tədbirdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, əməkdar həkim, Tibbi Xidmət general-mayoru Ceyhun Məmmədov, Səhiyyə Nazirliyinin nəzdindəki orqan donorluğu və transplantasiyası üzrə koordinasiya mərkəzinin idarə heyətinin sədri, həkim reanimatoloq Yeganə Abbasova, Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, transplantoloq doktor Mircəlay Kazımi və başqaları çıxış ediblər. Tədbir zamanı bildirilib ki, oktyabrın 7-sinə olan məlumata əsasən hazırda Azərbaycanda 1061 nəfər orqan transplantasiyası üçün növbə gözləyir. Onlardan 343 nəfər böyrək, 147 nəfər qaraciyər, 23 nəfər ürək, 24 nəfər buynuz qişa, 524 nəfər isə sümük iliyi transplantasiyası üçün növbədədir. 2025-ci ilin fevral-oktyabr ayları ərzində meyit donor orqanlarından ümumilikdə 31 transplantasiya əməliyyatı icra olunub. Bu əməliyyatlardan 9-u böyrək, 6-sı qaraciyər, 16-sı isə buynuz qışa transplantasiyasıdır. O da vurğulanıb ki, yaxın müddətdə meyitdən orqan transplantasiyasının daha da sürətləndirilməsinə çalışılacaq. Azərbaycan bu sahədə dünya ölkələri ilə müqayisədə çox sürətli inkişaf nümayiş etdirib. Tədbirdə ümumilikdə Azərbaycanda orqan transplantasiyasının təşkili, bu sahəyə qoyulan dövlət dəstəyi xüsusilə qeyd edilir. Artıq bir neçə meyitdən orqan alınaraq insanlara şəfa nəsib oldu. Bunlar qaraciyər, böyrək, gözün buynuz qışasının meyitdən alaraq transplantasiya əməliyyatları nəticəsində həyata keçdi. Eyni zamanda 71-72-ci illərdə də ölkəmizdə ilk dəfə orqan transplantasiyası həyata keçirilir. Məhz regionda bir ilçəyə imza atıldı. 2008-ci ilin dekabr ayında ilk dəfə regionda, Qafqaz bölgəsində, Orta Asiya və Qazasında ilk qaraciyər transplantasiya məhz bizim səhiyyəmiz tərəfindən həyata keçirildi. Bu da analoji olaraq bunun bir davamı gəldi. Bu Səhiyyə Nazirliyinin, təbibin dəstəyi nəticəsində əmələ gələn bir hadisədir. Məsələ burasındadır ki, orqan transplantasiya koordinasiya mərkəzinin var olması, beyin ölümü diaqnozunun qoyulması və bu beyin ölümü diaqnozunun qoyulduqdan sonra xəstəxanalarla aparılan işin məntiqi nəticəsi olaraq artıq bizim xəstəxanalarımızda da beyin ölümü diaqnozu qoyularaq orqanların bağışlanması insanlar sövq edilir. Bizim mərkəz 22-ci ilin sonunda Nazirlər Kabinetinin qərarı ilə yaranmışdı və 2 ildən sonra biz artıq meyit donor orqanını transplantasiya edə bildik. Söyləməliyəm ki, dünya ilə müqayisədə, məsələn, Türkiyədə belə bir mərkəz 30 il yarandı. 30 ildən sonra yalnız onlar meyit donor orqanını köçürə bildilər. İspaniyada mərkəz yaranmışdı və İspaniyada dünyada birinci olmaqlarına baxmayaraq 10 ildən sonra ilk dəfə meyit donor orqanı köçürülməyə başladı. Azərbaycan isə 2 ildən sonra buna imza ata bildi və bu bizim üçün əlbəttə ki, Azərbaycan xalqının bir daha insanpərvərliyini, humanizmini və yüksək intellektə malik olduğunu göstərir. 8 il idi artıq dializ alırdım. Böyrək transplantasiyası olundu. Yəni heç bir gümanım yox idi, donorum yox idi. Birdən-birə yəni koordinasiyaya müraciət etmişdim, növbədə idim. Meyit orqandan, donor bankından. Gəldim, böyrək köçürüldü və dedilər ki, meyitdən köçürüldü, nəql olundu. Çox gözəldir. Yəni dializdə mən çox çətinliklər çəkirdim. Dəhşət dərəcədə yüksək təzyiq, daha da aşağı təzyiq və gözlərim də artıq tutulmuşdu, tutulmaq vəziyyətinə gəlirdi. Ələxüsusda meyit orqandan çox gözəl effekt oldu. Mənə bağışlanan donorun ailəsinə belə təşəkkür edirəm. Çox sağ olsunlar. Məni bu
çətin vəziyyətdən qurtardıqları üçün onlara böyük bir təşəkkür edirəm və ruhuna rəhmət diləyirəm. Qaraciyər transplantasiya olmuşam. Fevralın 6-sı köçürülüb, əməliyyat oldum. Çox gözəl, çox yaxşı, çox razıyam. Rəhmətə gedən şəxs Allah rəhmət eləsin, ona ömür boyu duacıyam. O olmasaydı həyatda bəlkə olmazdım, onun sayəsində yaşayıram. Azərbaycan bütün sahələrdə olduğu kimi tibbin bu sayəsində də regionun lideri oldu. Son mərhələ orqan çatışmamazlığından əziyyət çəkib ölümün eşiyində çarəsizlik içində yaşayan insanlara ümid olmaq üçün orqan nəqlinin və orqan nəqli ilə birlikdə həyatını itirdikdən sonra insanların orqan bağışı məsələsinə həssas yanaşması lazımdır. Bu işin ölkəmizdə daha da inkişaf elətdirilməsi üçün görəcəyimiz işlər daha çoxdur. Biz əminik ki, ölkəmizin bütün səhiyyə qurumları birləşərək bu problemlərin öhdəsindən də layiqincə gələcəkdir. Meyitdən alınan orqanların qorunması və funksionalların saxlanılması üçün reanimatoloqların çox böyük rolu var. İlkin mərhələdən başlayaraq artıq bu prosesdə reanimatoloqlar iştirak edirlər və bizim məqsədimiz odur ki, retsipiyentin sonrakı müalicəsində və orqanların funksionallığının saxlanılmasında aparılan tədbirlər uğurlu olsun. İndiyə qədər 450-dən çox qaraciyər transplantasiya, 850-dən çox böyrək transplantasiya həyata keçirmişik. Bu yanvar ayından da bu vaxta qədər 6 kadavradan, yəni meyitdən orqan transplantasiya həyata keçirmişik. Bunlardan deməli 6 qaraciyər transplantasiya və 7 böyrək transplantasiya icra olunub. Bu tədbirin özəlliyi ondan ibarət ki, orqan donorluğunu, orqan bağışını təbliğ edirik həkimlərə ki, onlar da onu daha digər ətrafdakı insanlara təbliğ eləsinlər. Konfransda orqan nəqli, transplantasiya sahəsində beynəlxalq və Azərbaycan təcrübəsi, təbibin fəaliyyəti, gələcək perspektivlər və digər məsələlər də müzakirə olunub. İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.